Fəsil 21. Yelena onun yanına gələndə artıq gec idi. O silahı gətirmişdi. Heç nə demədən silahı masanın üstünə qoydu və hamam otağına keçdi. Bu gecəni də onlar birlikdə oldular. Bu dəfə lap az danışırdılar. Demək olar ki, yatmamışdılar. Səhər Drongo yatarkən o sağollaşmamış getmişdi. Oyanandan sonra Drongo hər şeyin sanki yuxu olduğunu düşündü. Yuyunub üzünü qırxandan sonra ilk işi Svetlana Roşkoya zəng etmək idi. Amma heç kim cavab vermirdi. Bu onu artıq əsəbləşdirirdi. O bir neçə dəqiqəyə gördüyü qadına görə sanki məsuliyyət daşıyırdı. Baxmayaraq ki, qadın onu yaramazlarla davaya salmışdı, Drongo onun həyatına görə narahat olurdu. Telefon əvvəlki tək susurdu. Teatrda onun bugün istirahətdə olduğunu dedilər. Televiziyada isə yenə də heç kim heç nə bilmirdi. Bir neçə saatdan sonra o yenidən qadının evinə zəng vurdu. Ancaq cavab olmadı. Daha gözləmək olmazdı. Drongo başa düşürdü ki, bu avam və məntiqsiz addımdır. Amma onun evinə gedib yerində hər şeyi yoxlamaq qərarına gəlmişdi. Girişdə uşaqlar oynayırdılar. Nə barədəsə söhbət edən nənələr də öz yerlərində oturmuşdular. O binaya girdi. Pilləkənlərlə yuxarı qalxdı. Onun qapısının önündə sakitlik idi. Qapıya yaxınlaşaraq qulaq asmağa başladı. Sakitlik. Zəngi bastı. Heç kim açmadı. Təkrarlasa da heç kim cavab vermədi. Açar yerinə baxaraq özü ilə gətirdiyi dəmir sancaqla qapını asanlıqla açdı. İçəri girərək astaca qapını bağladı. İndi ən əsası barmaq izi qoymamaqdı. O bunu həmişə yadında saxlayırdı. Dəhlizə baxanda yerdə paltar düyməsini gördü. Qadının geyiminin rəngi Drongonun yaxşı yadındaydı. Bu düymə sanki ətlə qopardılmışdı. Divarı da diqqətlə baxdı. Burada daha heç nə yoxdur. O otağa girdi. Divanın üstündə balışlar dağınıq haldaydı. Sanki burada savaş olmuşdu. Amma balışlar atılmışdılar. Əzilməmişdilər. Deməli, dava olmayıb. Drongo yenidən dəhlizə çıxaraq qapının yanındakı əraziyə baxdı. Yerdə bir neçə yun qırıntısı vardı. Elə bil bura linenium gətirmişdilər. Bəs o haradadır? Drongo yenidən mətbəxə girdi. Döşəməyə baxdı. Deməli, belə olub. Masanı bir tərəfə çəkib lineniumu yerə səriblər. O giriş qapısına qayıtdı. Çiyin səviyyəsində həmin yun qırıntıları divarda da vardı. Drongo dərindən nəfəs aldı. Deməli, kimsə bura lineniumu gətirib, mətbəxdə açıb və yenidən büküb aparıb. O yataq otağına keçdi. Burada hər şey qaydasındaydı. Masanın üstündə Svetlananın qızı ilə şəkli vardı. Drongo qaşqabaqlı halda dayanmışdı. Bu, onun sanki günahkar olduğunun sübutu idi. Drongo şəkli götürdü, amma sonra izləri silərək yerinə qoydu. Sonra düşünmədən evdən çıxdı. Aşağı düşdü. Birinci maşını saxlayaraq televiziyaya getdi. Bu dəfə onun vəsiqəsi növbəki mühafizəçilərə heç bir təsir göstərmədi. Drongo özü də ehtiyatını əldən verməyərək başqa girişdən girmişdi. Roman Anatolyeviçin oturduğu yeri tapmaq çətin değildi. Onun otağını olduqca tez müəyyənləşdirdi. Qəbul otağında oturan qısa saçlı 20 yaşı olan qız dırnaqlarını boyayırdı. İçəri girəni görərək heç o tərəfə baxmadı. Mənə Roman Anatolyeviç lazımdır, Drongo dedi. O məşğuldur. Qız başını qaldıraraq diqqətlə ona baxdı. O nə sevdiyi aktyor, nə də ki tanınmış rejissordur. O yenidən dırnaqları ilə məşğul oldu. O təkdir, Drongo soruşdu. Mən sizə dedim axı, o məşğuldur. Qız belə inada təəccüb etdi. Gözləyin, birazdan sizi qəbul edər. Siz məni başa düşmədiniz. O təkdir ya yox? Mən başa düşdüm. Onun yumru gözləri təəccübdən hədəqədən çıxdı. Rus dilində sizə başa salıram ki, o məşğuldur. Onun qəbul günü cümədir. Onda da gələrsiniz. O indi telefonla danışır. Aydındır. Drongo qapıya baxıb onun daxili açarla olduğunu gördü. O qapıya yaxınlaşıb astaca açarları bağladı ki, dəhlizdən açılmasın. Siz nə edirsiniz?
Qız təəccüblə başını qaldırdı. Drongo onun yanına qayıtdı. Qız nə baş verdiyini anlayana qədər o şalvarının qayışını dartaraq onun əlini bağladı. O qəti hərəkətlər edirdi, amma çalışırdı ki, qıza ziyan vurmasın. Bilirdi ki, yalnız ağrı və qorxuya ani reaksiya olur. Qorxudan dərhal qışqırmırlar. Adətən insan bir neçə saniyədən sonra bunu etməli olduğunu düşünür. Qız heç qışqırmadı da. Siz nə edirsiniz? O pıçıltıyla dedi. Siz dəlisiniz? Drongo cib dəsmalını çıxardaraq onun ağzını bağladı. O qorxudan mızıldandı. Drongo ona fikir vermirdi. Bütün telefon xətlərini qıraraq qapıya yaxınlaşdı. Qapını astaca açaraq otağa girdi. Masa arxasında oturan kişi nə isə tələsik yazırdı. Qapının səsini eşidib başını qaldıraraq tanımadığı adamı gördü, qaşqabaqlı ifadə aldı. Mən çox məşğulam, o əsəbi halda dedi. Sol əlini birləşdiricinin düyməsinə apardı. Mən xahiş etdim axı, narahat etməsinlər. O narazı səslə katibəni yadına saldı. Ona heç kim cavab vermədi. O birləşdiricini döyəclədi. Başını yellədi. Drongo əvvəlki tək qapıdaydı. O çıxıb, qabağında oturan adama baxdı. Orada yoxdur. Bu quyruq bulayan hara çıxıb? Otağın sahibi əsəbləşdi. Sizə nə lazımdır? Mənim vaxtım azdır. Mənim də, Drongo dedi. Görünür, onun səsindən nə isə eşitdi ki, Roman Anatolyeviç başını qaldırıb naməlum adama diqqətlə baxdı. Sizə nə lazımdır? O soruşdu. Niyə Svetlana Roşkonu öldürmüsünüz? Naməlum adam soruşdu. Hündür boylu, enli kürək, diqqətli baxış, bunun hamısını rəngi qaçmış inzibatçı gördü. Cavab yerinə o soruşdu. Siz Kuznetsovsuz? O telefona tərəf çevrildi. Qonağın əlində silahı gördü. Durun, əmr etdi. Masadan yana çəkilin, yoxsa mən atəş açacağam. Roman Anatolyeviç qonağın zarafat etmədiyini başa düşdü. O durdu, masanın arxasından çıxdı. Ondan gözünü çəkməyən Drongo masaya yaxınlaşıb bütün telefonları söndürdü. Sonra qəbul otağını göstərdi. Orada sizin katibəniz oturub. Gətirin onu. Amma səfehlik etməyin, Roman Anatolyeviç. Mən atəş aça bilərəm. O Kuznetsova nifrətlə baxdı. Sonra qəbul otağına çıxdı. Drongo da ardınca. Qız əvvəlki kimi kresloda oturmuşdu. Drongo qayışın uclarını stulun arxasında bağlamışdı. O heç yerə gedə bilməzdi. Roman Anatolyeviç qızın əllərini, ağzını açdı. Bu kimdir? Qız əlində silah tutan naməlum şəxsə qorxa-qorxa baxıb soruşdu. Bilmirəm. Roman Anatolyeviç çiyinlərini çəkdi. Yəqin hansısa quldurdur. Astadan əlavə etdi. Amma Drongo onu eşitdi. Siz bilirsiniz axı, mən quldur deyiləm. Onlara stulları göstərərək o güldü. Onlar oturandan sonra əlavə etdi. O sizin adamlarınızdır. Dünən televiziyanın binasının yanında az qala məni öldürmüşdülər. Hansı adamlar? Roman Anatolyeviç əsəbi halda soruşdu. Onlar məni çıxışda gözləyirdilər. 3 nəfərdilər. Biri yekəpər, keçmiş boksçuya bənzəyirdi. O biri cəhət çevik, döyüşkən, üçüncüsü də vardı. Onlar mənim dalımca öz maşınları ilə gəlmişdilər. Sizin çağrışınızla yəqin ki. Drongo gələnləri bilərəkdən təsvir edirdi. Ona Roman Anatolyeviçin deyil, yanında oturan qızın reaksiyası maraqlıydı. Qız sahibinə qorxu ilə baxdı. O, Drongo'nun dediklərini tanıdı. Siz onları tanıyırsınız? Drongo soruşdu. Bu sizin sahibinizin adamlarıdır. Qız dodağını dişləyib susmuşdu. Dünən onlar məni televiziyanın binasının yanında az qala öldürmüşdülər. Drongo davam edirdi. Amma canımı qurtara bildim. Gecə sizə Svetlana Roşko zəng vurub, naməlum adamın gəldiyini, ona sizin Kuznetsovla görüşməyə icazə vermədiyinizi dediyini söyləyib. Cəfəngiyatdır, Roman Anatolyeviç mızıldandı. O, sizə axşam 11-dən sonra zəng edib. Dərhal ora getmişsiniz. Amma tək yox, bir neçə nəfərlə. Dün orada olmusunuz, Roman Anatolyeviç. Sizə məxsus olan əşyanı tapmışam. Drongo uyduraraq əlini cibinə saldı. O mənə dedi ki, siz onu döyüb zorlamışsınız. Roman Anatolyeviç onun əlinə baxaraq tez dedi. Bununla da təsdiqlədi ki, həqiqətən də dünən axşam qadın ona zəng vurub. Deməli, siz onunla danışmısınız.
Drongo əminliklə dedi. Roman Anatolyeviç qızardı, amma söz güləşdirmədi. Drongo ona nifrətlə baxdı. Davam etdi. Ondan sonra siz onun yanına adamlarınızla getdiniz. Məncə, mənə hücum edən həmin yaramazlarla. Gedəndə özünüzlə bir bükülü linoleumda götürürdünüz. Aktrisanı öldürüb meydi ona bükərək evdən çıxartmışsınız. O danışanan Roman Anatolyeviçin fikri Drongonun sol cibindəki əlində idi. Sağ əli ilə silahı sıxırdı. Mən heç kimi öldürməmişəm, Roman Anatolyeviç kəskin dedi. Siz onu öldürmüşsünüz, Drongo yorğun halda dedi. Onun evinin döşəməsində bunu tapmışam. O əlini pencəyinin cibindən çıxardaraq dəhlizdə tapdığı paltar düyməsini göstərdi. Roman Anatolyeviç düyməyə baxaraq astaca nəfəsini aldı və tez dedi. Bu mənim düyməm deyil. Əlbəttə, bu onun düyməsidir. Qatillər onu kökündən qopardıblar. Drongo göstərdi. Mən fikirləşirəm ki, sizin katibəniz bu uşaqları tanıyır. Onların adını indi bizə deyəcək. Biz də asanlıqla yoxlaya bilərik ki, o Svetlana Roşkonun qətlində iştirak edib, ya yox. Roman Anatolyeviç dərhal onun yanında oturan qıza baxdı. O qorxaraq kişilərə baxırdı. Nə isə deməyə çalışırdı. Sus axmaq, Roman Anatolyeviç acıqla dedi. Sus. O qadının üzündən vurdu. Qız qışqıraraq ağladı. O sahibinin əzab vermək bacarığını hamıdan yaxşı bələdidir. Onun bu uşaqlarla da tanışlığını bilirdi. Ona görə naməlum adamın dediyi sözlərə inanırdı. Siz onu nahaq yerə vurursunuz, Drongo dedi. O mənə sizdən çox inanır. Əminəm ki, o sizin haqqınızda mənim bilmədiklərim barədə təfsilatı ilə danışa bilər. İstədim özünüz deyəsiniz, amma qorxuram ki, uyduracaqsınız. Mən heç nə bilmirəm, Roman Anatolyeviç qaşqabaqlı halda dedi. Sözsüz ki, bilmirsiniz. Onları göndərən adamı da tanımırsınız. Bilmirəm, bəlkə sizin qız bilir, o da bilmir. Roman Anatolyeviç ona tərəf baxmayaraq tez dedi. O bilir, Drongo sakit halda dedi. Siz də bilirsiniz. Roman Anatolyeviç susurdu. O qaşqabaqla dodaqlarını sıxdı. Amma mübahisə etmək istəmirdi. Drongonun növbəti ifadəsindən sonra o diksindi. Qraf kimdir? Onu haradan tapmaq olar? Bunu da sizə aktrisa deyib, Roman Anatolyeviç inamsızlıqla soruşdu. Yox, həmin yaramazlar deyib. Qraf kimdir? Birinci dəfədir ki, beləsi haqda eşidirəm. Roman Anatolyeviç, siz yəqin başa düşmürsünüz nə baş verib. Mən elə belə maraqlanmıram. Siz dünən gecə harada olmusunuz? Şübhə etmirəm ki, əmrinizlə Svetlana Roşkonu qətlə yetiriblər. Ona görə ki, o səfihlik edib sizə zəng vurub. Amma iş bunda deyil. Onun balaca qızı qalıb. Onun masasında uşaqlıq şəklini gördüm. Roman Anatolyeviç, mən bura cəlladın rolunu yerinə yetirməyə gəlmişəm. Bütün insani və əxlaqi qanunlara əsasən siz yaramaz və qatilsiniz. Ona görə də mən öz hökmümü verməyə, həm də onu həyata keçirməyə gəlmişəm. Siz dəli olmusunuz? Roman Anatolyeviç təəccüblə qışqırdı. Drongo silahı qaldırdı. Bəsdir, otağın sahibi zingildədi. Siz qatil deyilsiz axı. Qraf kimdir? Silahı çək. Mən indi ateş açacağım. Qraf kimdir? Onu harada tapmaq olar? O oğru aləmində nüfuzu olan adamdır. Roman Anatolyeviç güclə dedi. Çox məşhur adamdır. Aydındır. Drongo telefonların birinə yaxınlaşaraq onu xəttə qoşdu. Suslovanın mobil telefonunun nömrəsini yığdım. Siz haradasınız? O tez soruşdu. Mən qraf haqqında tam məlumatı əldə etmişəm. Mənim öz sənədlər toplum var artıq. Drongo kefsiz halda dedi. Mən telestudiyadayam. Yenə də ora getmisiniz? Dünən gecə Svetlana Roşko qətlə yetirilib. Drongo başa salırdı. Mənim qarşımda qətlin təşkilatçısı Roman Anatolyeviç oturub. Məncə, siz indi FTX əməkdaşları ilə onu həbs etməyə bura gələ bilərsiniz. O, yəqin ki, sizə qadının meytini gizlətdiyi yerə göstərəcək. Lənətə gələsiz, Roman Anatolyeviç pıçıltı ilə dedi. Yanında oturan qızın üstünə cumdu. Nəyə baxırsan? Səfih, başı boş. Özünü o biri tərəfə çevir.
Hər şey sizin kimi əxlaqsızlara görə baş verir. Həmişə bu ağıldan kəmlərə görə başım ağrıyır. Biz gələnə qədər qala biləcəksiniz? Suslova soruşdu. Yarım saata oradayıq. Əlbəttə, fikrimcə gözləyərək. Çalışaram siz gələnə qədər onu öldürməyim. Amma tez gəlin, özümə cavabdeh deyiləm. O dəstəyi asdı. Roman Anatolyeviçə baxdı. Mənim sizə bir sualım var. Dronqo dedi. Bir adam haqda da soruşmaq istəyirəm. Kim haqda? Otağın sahibi başını aşağı əyərək qaşqabaqlı halda oturmuşdu. Onu artıq heç nə maraqlandırmırdı. O mümkün imkanları hesablayırdı. Bilirdi ki, yenidən və uzun müddətə dəmir barmaqlıqlar arasına gedəcək. Bu azad həyatdan, sevdiyi otaqdan ayrı düşəcək. Dronqo soyadı dedi. Onu Arkadi Qlinçdeyn kağıza yazıb vermişdi. Roman Anatolyeviç eşidən kimi həyəcanlandı. Yerindən tərpənən kimi oldu. Sonra gülümsədi. Siz nahaq yerə onun haqqında soruşursunuz. Bu fındıq sizin dişləriniz üçün deyil. Heç nə alınmayacaq. Bu qraf və ya hansısa qatil deyil. Siz kimdən mənim Mironovun qətlini araşdırmağımı öyrəndiniz? Bu adamdan. Bunu sizə heç bir zaman deməyəcəm. Bəlkə Svetanın ölümündə əlbir olduğuma görə mənə bir neçə il iş verərlər. Çıxdıqdan sonra haradasa işə düzəlib normal həyat sürə bilərəm. Ancaq mənim dilimi saxlamasam, Lyosha Mironovun qətli haqqında müxtəlif rəvayətlər danışsam, İslah müəssisəsindən heç vaxt çıxmayacam. Elə oradaca öldürərlər. Çox dolğun məlumatdır, Dronqo dedi. Bax belə, sən məndən heç nə soruşma. Qəhrəman tapılıb mənim üçün. Limonadalı Joe. Roman Anatolyeviç nifrətlə dedi. Qrafı əldə et. Başqalarıyla işin olmasın. Əl-ayaqsız qalarsan, qəhrəman. O acıqla əlavə etdi. Dronqo onun yanında oturan qıza baxırdı. O eşitdiyi sözlərdən dəhşətə gəlmişdi. Dronqo ondan soruşdu. Bilirsən, o uşaqları necə tapmaq olar? Sus, nanəcib. Roman Anatolyeviç qışqırdı. Onun nə isə deyəcəyindən qorxsa da, qızı vurmaq üçün əlini qaldırdı. Dronqo ətrafına baxaraq masanın üstündəki qələmi götürdü. Silahı sol əlinə alaraq, gəl sağ əllə onu otağın sahibinə atdı. Qələm onun alnına dəydi. O, qorxudan ufuldadı. Danışmayın, Dronqo ona məsləhət gördü. Gələn dəfə ora güllə atacam. Roman Anatolyeviç alnını çaşqın halda ovurdu. Qələm dərisini zədələmişdi. Qorxudan gözləri bərəlmiş qız ona baxıb aralandı. Onları necə tapa bilərik? Dronqo yenidən soruşdu. Onların əl telefonlarının nömrəsi var məndə, qız dedi. Birinin adı Alekdir. Nömrə neçədir? Qəbul otağında olan kitabımda yazılıb. Get gətir. Dronqo sakit tərzdə təklif etdi. Amma lazımsız hərəkətlər etmə. Heç nədən də qorxma. Sənin sahibin yaxın 10-15 il ərzində televiziyada görünməyəcək. Gələn əsrdən tez olmayacaq. Roman Anatolyeviç dodaqaltı hansısa nalayiq ifadə işlətdi. Qız durdu. Qərarsız halda baxaraq qapıya sarı getdi. Yavaş. Dronqo onun arxasınca gedirdi. Dronqo iki otağın arasında dayandı. Qız masanın üstündən kitabını götürüb qayıtdı. O, qızı buraxaraq aralı dayandı. Sonra otağa girdi. İndi isə onlara zəng vurub deyin ki, Roman Anatolyeviç təcili gəlməyi xahiş edir. Dronqo davam etdi. Nə qədər tez olsa, daha yaxşıdır.